Bütün məni izləyənləri salamlayıram. Bugün yanvar ayının 14-ü. Toti gəlməyinə bir gün qalıb. Hal-hazırda öz liqamızda bu günləri təkə-təkdə ən güclü oyuncuların hesablarına baxacağam. Təkə-təki seçirik buradan. Ən birinci gördüyünüz kimi Əlirza 777. Daxil oluruq hesabına. Qarşı atakda 67 ulduz. Təkə-təkdə 127 ulduz. Hesabı da baxın belədir. Sol krayda besti qoyub ayağına görə. Çünki bestin sağ ayağı baxaq bir dənə bestə 5-dir. 4-5 gəlib burada. Junior. Junioru qoyub ortaya 4-5. Salah 5-4. Sonra Tureni qoyub mərkəzə mo. İdeal bir mo axtarırsınızsa Ture. Vieira. Steven Gerrard. Çox gözəl bir mod düzəldib Rolantidən qurub hesabı. Roberto Carlos. Vidic. Bu müdafiəçini Kariger. Heç vaxt məndə olmayıb hesabda. Əlirza sağ bekdə Türam, qapıcı Kurtua. Azərbaycanın hal-hazırda təkə-təkdə ən çox rank eləyən bir nömrəli oyuncusu Əlirzadır. Sıralamada da göstərəcəm sizə. Əlirza çox sağ ol, var ol, təşəkkürlər. Sonra klanımızın rəhbəri qarşı atakda 111 ulduz. 123 gün Rauf bəy. Təkə-təkdə 74 ulduz. 8 ilin oyuncusudur. 229 səviyyə. Hesab baxın belədir. Fernando Torres, Raul, hücum xəttində Cruyff, mərkəzdə Gullit, Steven Gerrard, Medo oynadı Rijkaard, sol bek Roberto Carlos, stoperlər Celeni, Lucio, Zambrotta, Buffon və bir neçə dənə belə bir sastav var hal-hazırda hesabında. Bizim klanda 3-cü yerdə gedir təkə-təkdə. Təkə-təki vuraq. Fenerbahçe. Fenerbahçe təkə-təkdə 56 ulduz. Qarşı atakda 120 genlə 21 ulduz. Bax, fərqli bir hesab görürəm burada. Mən məsəl üçün burada yəqin ki sentralni alacaq. Sentralnisi yoxdur. Bax, bu hesabla Fenerbahçe 56 ulduz. Çox qəşəng. Ola bilər bir neçə dənə oyuncu satmış ola bilər. Deməli yoldaşlar, bu bizim başqa bir xarici 250'lik alan bir oyuncumuzdur. 55 ulduzu var. Bunun da hesabı baxın belədir. Hallandı sevənlərə deyim, çox da sürəti yüksək deyil, biləsiniz. Halland həvəskarlarıdır, Lewandowski'dir. Bu oyunda sürətləri çox zəif oyunculardır. Orxan 119 gen. Təkə-təkdə 54 ulduz. Qarşı atakda 50 ulduz. Çox maraqlı bir taktika qurub Orxan. Hesabı da gözəldir, maşallah, şərtsiz. Ehtiyac yoxdur şərh eləməyinə. Çox gözəl sastav var. Çox qəşəng. Sonra Non-Real 54 ulduz. Qarşı atakda 50 ulduz. Bu hesabda məsəl üçün çox dəyişikliklər olacaq. Davis dəyişiləcək, Sneijder dəyişiləcək. Mərkəz moları ürək açan qoymayıb. Amma buna baxmayaraq oynayanıdır. Yəni oynayan oyuncuya fərq eləmir artıq. Klaus 777. Təkə-tək 51 ulduz. Qarşı atakda 10 ulduz. Biraz da irəliyə bilərdi. Qarşı atakda irələməyib.
Ribery, Mbappe, Alveren, Xabi Alonso, Gullit, Rice. Normal bir hesabdır. Bu hesabla da 51 oldu. Çox qəşəng. Klanda 50 ulduzdan yuxarı, nəinki 10 ulduzdan yuxarı, hətta canla başdan oynayan oyuncularımız yəni çoxdur. Maşallah. Bax. Maga'nın hesabıdır bu. Təkə-tək 50 ulduz. Qarşı atak gördüyünüz kimi 120 gendən 26 ulduz. Hesabı Hazard. Sol kırayda Fernando Torres mərkəzdə. Gareth Bale sağda. Gareth Bale artıq köməkçi bir oyuncu lazımdır bura. Mərkəz xətti qəşəngdir. Toure, Gullit, Beckham. Sol bek dəyişiləcək bu hesabda Davis, Stam, Lucio, Thuram, Oliver Kahn. Çox qəşəng bir hesabdır. Çox qəşəng. Ulduz biletini alanlar, Fast Points vuranlar. Əgər oynamağı bacarırsınızsa Maga kimi vurun. Əgər oynamağı bacarmırsınızsa yalandan bu ada oyuna pul vurmağın adı yoxdur. Asaf bəyin hesabıdır Məmmədov. Təkə-təkdə 50 ulduz, qarşı atakda 35 ulduz. Hazard, Drogba, Luis Figo, Vieira, Rijkaard, Gullit, Rice, Lucio, Vidic, Thuram, Courtois. Çox qəşəng hücumdur, amma burada məsələn mənim burada Drogba ilə Luis Figo'nu sevmirəm. Hazard'ın sürəti normaldır, driblingi qəşəngdir. Bu hesabla görürsünüz, hər sezon 50 ulduz, hər sezon. Çox qəşəng, ideal oynamaq, bax, budur. Rəvan 0.40. Rəvan 0.40. 47 ulduzdur. Hesabını qoymayıb ki, görə bilməyək. 89 qoyub. Sonra təkə-tək. Hala Madrid klanımızda 40 ulduz, qarşı atakda 13 ulduz. Bu taktikanı mən sevmirəm. Yəni hərənin bir cürə uyğun bir taktikası var. Bu hesabda çoxlu dəyişikliklər olmalıdır yaxın vaxtlarda artıq. Buna baxmayaraq 40 ulduz qəşəng. Növbəti Hüseyin Ağa 40 ulduz. Hüseyin Ağa təkə-təkdə 40 ulduz, qarşı atakda 20 ulduz. Hesabı baxın belədir. Pedro Neto'ya baxaq. 5-4. Köməkçi artıq sağ qıraya oyuncu lazımdır bu hesaba. Mərkəz dəyişiləcək. Görürsünüz, elə də güclü hesabı olmayasına baxmayaraq güclü bir hesab olmasa da, yəni nəticəsi ürək açandır, maşallah, qəşəng, super. Messi, Neymar 30 ulduz. Messi, Neymar 36 ulduz. Qarşı atakda 10 ulduz. Maraqlı bir hesabı var. Burada artıq görürsünüz ki, mərkəzdə Centralini'də başqa bir oyuncudur. Fabregas burada hücuma meyilli bir oyuncudur. Hesabı ümumilikdə belə pis deyil, amma burada artıq Davis'dir, Fabregas'dır. Centralini daha gözəl oyuncu almaq lazımdır. Messi, Neymar. Növbəti təkə-tək. Thierry Henry, Mehdi qardaşımız. 37 ulduz. Qarşı atakda 10 ulduz eləməyə lazım idi Mehdi. Hesabı baxın belədir. Rodrigo, Best, Rivaldo, Pres, Pedro Neto, Vieira. Məsələn, bax bu qardaş öz sevdiyi oyuncuları qoyub qapıya. Burada qapısının artıq Mendini görürəm. Öz sevdiyi oyuncuları qoyub 37 ulduz eləyib. Bu da çox qəşəng nəticədir. 2 ildən çoxdur izləyir bizi. Orxan 97. 36 ulduz. Pasdan çox qəşəng oynayır qardaş.
Hesab baxın belədir. Mbappe Fernando Torresi alıb. Davis, Gullit, Best, Petit. Bu hesab qarşı atak üçün daha yaxşıdır. Təkə-tək üçün biraz çətin hesablardan hesab olunur. Çünki daima pas və dribling lazımdır. Elvin hesabına baxdıq. Elvin 34 ulduz, qarşı atakda 12 ulduz. Elvin hesab baxın belədir. Pires, Drogba, Alveren çox pasdan oynayan oyuncudur bu qardaş da. Sevdiyi oyuncularla oynayır. Daha qəşəng sastav qursa daha irəli gedə bilər Elvin. Daha qəşəng sastav qura bilər. 052 Yaşman 31 ulduz. Qarşı atakda 3 ulduz vaxt olmadığından bəzi işlərlə bağlı. Baxın, burada məsəl üçün mənim sevmədiyim oyuncular var hal-hazırda. Jorginho'dur, Di Natale'dir. Buna baxmayaraq bu hesabla 31 ulduz. Yəni oynamaq üçün elə də güclü komanda qurmayaraq oynamaq cəhətdən peşəkardır bu insan. Bayramov Ülvi təkə-təkdə 30 ulduzdur. Qarşı atakda 30 ulduz. Çox qəşəng nəticədir Ülvidə. Bayramov çox super. Junior bura Drogba'nı qoyub. Hazard, Charlton, Alveren, Ture, Vieira, Gabriel, Stam, Thuram, Courtois. Çox qəşəng bir hesab qurub. Burada məsəl üçün mən Gabriel'i sevməsəm, Gabriel xaric bütün sastavı çox qəşəngdir. Gördüyünüz kimi də 9 dənə ikon oyuncusu var bu oyun. 9 dənə, 8 dənə. 8 dənə ikon var. Gabriel'dir, Junior'dur. İkon olmayan oyunculardır və buna baxmayaraq Gabriel ilə Junior. Deyirəm 9 dənə. Qalan hamısı. Bir də qapıcı Courtois. 8 dənə. 8 dənə ikon olmayan oyunculardır. Buna çox qəşəng nəticədir. Əl və sağlıq. Bütün oynayanlar, bizə inananlar. Maşallah. Bizi izləyənlər. Bayramov Ülvi 4 ilin oyuncusudur, 5 ilin oyuncusudur. Çox qəşəng oynayıb maşallah. Elçin oğlu 30 ulduz. Qarşı atak oynamır. Hesabı belədir. Hazard, Totti, Alveren, Gullit, Ture, Hamsik. Hücuma meyilli oyunculardır bu mərkəz Ture'dən başqa. Lizarazu, Çeleni, Koman, Thuram, Çex. Lizarazu da baxın belədir. Hal-hazırda bazarda qiyməti çox bahadır. Çexə baxaq. Çexin boyu qəşəngdir. 500 almağa dəyər. Elçin oğlunun da hesabı çox qəşəngdir. Orada Totti biraz ləngiyəcək. İrəli ayda Tottini dəyişmək lazımdır. Klanımıza yeni qardaş gəlib. Azər. 27 ulduz. Qarşı atakda 14 ulduz. 204 səviyyədir. Burada Hazard, Raul, Best, Bellingham, Cruyff, Schweinsteiger, Davis, Çeleni, Gabriel, Carlos Puyol, Casillas. Bu hesabla qardaş 27 ulduzdur. Çox yaxşı nəticədir bu da. Baku Feci 24 ulduz. 120 gen. Qarşı atakda 17 ulduz. Burada qardaşa deyim. Biraz başqa fərqli qrup hesabın. Yəni bacarır oynayır. Belə bacarır qardaş. Gördünüz ki burada artıq başqa bir sastav gördünüz. Çünki burada qapıda yeni qapıcı var. Boyu 1.88'dir. Burada Bruno Fernandes'i görürük. Simeone. Bu hesab qarşı atak üçün qurulub hal-hazırda. Ola bilər təkə-təki başqa cür olsun.
Çox qəşəng nəticələr göstərmisiniz bu ay. Yeni ilin ilk ayında. King Seymur. Seymur'u da bir izləyək. 23 ulduz. Qarşı atakda 10 ulduz. Hazard, Mbappe, Salah. Sola'dır, Charlton'dur, Gullit'dir. Bunlar hücuma meyilli oynayan oyuncudur. Elə bir bu hesabda 6 tane hücumcu var. Zambrotta, More, Carragher, Thuram, More'ni sevmirəm. Qapıçı Schmeichel yəni məndə də o qədər də güclü qalmıyor. Buna baxmayaraq 23 ulduz. Seymur çox qəşəng nəticə. Var o, əla. Azərbaycan. Azərbaycan 21 ulduz. Hesabı da baxın. Hazard, Hamsik, Totti. Bu pas taktikası ilə gedən oyuncudur. Bu hesabla 21 ulduz təkə-təkdə çox qəşəng. O taktika çox dribling, pas tələb eləyir. Rauf bəyin də təkə-tək kadrosunda, yəni o taktikadır. Siko qardaşımızdır. Fenerbahçe 21 ulduz qəşəng. Qarşı atakda 11 ulduz. Hesabı da baxın belədir. Burada yenə də Zerberto'ya baxaq. Hücuma meyilli oyuncu. Bu hesabla nəticə 21 ulduz, çox qəşəng. Sonra Manchester United. Bu qardaşı mən adı klanımıza yeni gəlib ya da adını dəyişib. 21 ulduz, 121 gün. Yaxşı olar ki, junior yerində oynatsın, Dembeləni də öz yerində. Hesabı belə qanatbəxşdir. 21 ulduz. Çox qəşəng nəticələr göstəriblər. Və bu mütəmadi olaraq hər ay davam edir. Manchester United 20 ulduz təkə-təkdə, qarşı atakda 20 ulduz. Burada hesabda sentralni olmasına baxmayaraq nəticə çox qəşəng ürək açandır. Və hesabı da çox normal bir hesabdır qardaşım. Çox əla. Belə davam edin. Biz videoları montaj eləmirik. Hacı Murad 20 ulduz, qarşı atakda 57 ulduz. Hesab baxın tam fərqli. Kvaskela, Gökeres, Salah, Gerrard, Best, Bulut, Gullit, Lizarazu, Stam, Carragher, Thuram, Çex. Bax bu hesab. Mən çəkib paylaşıram ki, artıq canlıya gələndə deyirəm ki, gedin bu videonu izləyin. Siz artıq gəlməlisiniz, bu videonu izləməlisiniz. Bunlar bizim əsas Azərbaycanda hal-hazırda nömrə 1 klanın ən güclü təkə-tək oyuncularını çəkib paylaşıram. Aktivlikləri də göz önündədir. Nəzərlinin hesabına baxacağım. 20 ulduz, qarşı atakda da 20 ulduzdur. Burada qarşı atak taktikasını görürəm hal-hazırda. Bu hesabla da əgər təkə-tək oynayıbsa, çox qəşəng. Demək olar ki, bizim təkə-tək oyuncularımızın eyni hesabla oynayırlar artıq. Bütün hesabları demək olar ki, eynidir. Sonra Niko 573. Niko təkə-təkdə 20 ulduz, qarşı atakda 52 ulduz. Hesabı da baxın, çox qəşəng bir hesabı var. Bu hesabda qarşı atak üçündür Başvanştager, Simeone. Biraz daha başqa bir oyuncuları dəyişiklik eləmək olar. Təkə-təkdə bu hesabla 20 ulduz eləmək çox yaxşı. Qarşı atak üçündür qrup. Qarabağ 16 ulduz, 119 gen. Burada çox fərqli oyuncular gördük artıq mərkəzdə.
Ginola hücumdadır. Bir balaca fərqli bir hesabdır. 16 ulduz. Videonu saxlayın, hesablara bir baxın. Ən yaxşı təkə-tək oynayanları çəkib paylaşmışıq sizə. Həsənin hesabıdır. Qardaş xidmətdədir, buna baxmayaraq başqa qardaş oynayır 16 ulduz. Hesabı da baxın belədir. Bizim təkə-tək oyuncularımızın hesabları hamısı bir-birinə oxşardır. Nəcəflinin hesabına baxaq, 16 ulduz. Burada görürsünüz artıq tam fərqli bir hücumçu var. Rafael Leo, Ronaldo, hücuma milli oyuncular, Gareth Bale, Best, 4 dənə hücumçu var baba hesabda hal-hazırda və nəticə də daha yaxşı ola bilər. 16 ulduz. Mənim özüm 15 ulduzam. Fuadın hesabı Fuad 14 ulduz. Burada artıq 5 dənə hücumçu var. Best, Gullit, Hazard, Mbappe, Alveren. Artıq 21 dəqiqədir videodayıq. Çox istəyərdim ki, hamısını çəkək, paylaşaq. Amma video məhdud olduğundan paylaşa bilmirik. Çox əla oynamısınız. Əlinizə sağlıq, var olun, belə davam eləyin. Çox süper oynamısınız hamınız. Dəfələrlə də videoları çəkib paylaşıram ki, yəni baxın, çox süper oynayıblar. Əla, çox ideal. Əllərinizə sağlıq. Sonra qoy aktivliyi də göstərək. Aktivliyi. Deməli, aktivity puanı vuracam hal-hazırda. Birinci yerdə Yusif 217, 8000 xal. Klan rəhbəri. İstəsə heç oynamaz, görürsünüz ki, əlindən gələn edir. 8000-ə 65 xal qalıb. Məmmədov 7965 xal. Klanda 3-cü yer. Xəzail 4 7955 xal. Əlirza 7950 xal. Azərbaycan 7925 xal. Dəfələrlə Əlirza klanda birinci yerdə olub. Fənərbağça 7895 xal. Demon 7830 xal. 8 City 7825 xal. Qarabağ 7790 xal. Qarabağ 7705 xal. Bax, klanı belə qurmaq lazımdır. Azərbaycan adına olan klan açılanlar. Əgər bu nəticələri göstərməyəcəksinizsə, Azərbaycan adını açmayın. Azər Canavar 7675 xal. Əlirza Bayern 7660 xal. Yosif 7645 xal. Hüseyn Ağa 7520 xal. Manchester United 7415 xal. Qafarov 7370 xal. Elvin Əliyev 7370 xal. King Seymur 7365 xal. Hacı Murad 7360 xal. 18 isi 7230 xal. Azət Sıraq 7210 xal. Hala Madrid 7095 xal. Yaşar müəllim maşallah sağ olsun 7090 xal. Bayramov 7060 xal. Maga 7040 xal. AZ 1994 7035 xal. Enzo 6940 xal. 6915 xal. Niko 573 6900 xal. Paku 6690 xal. Rozzi 6780 xal. Dram 6775 xal. Mənim sezon sonunda 7700 bitirəcəm bu sezonu. Mənim 1000 xalım qalıb. Mənim hələ oyunlarım qalıb. Əgər kimsə də oyunlarını bitirməyibsə, son gündür bu günləri. Baban 6670 xal. Messi, Neymar maşallah çox əla oynamısınız. Əlinizə sağlıq. Yəni belə də klanı davam etdirin. Növbəti etkinlik gələcək, görə necə olacaq.
Onu da inşallah canlı yayımlarda göstərəcəyik. Klanla bağlı hər dəfə göstərirəm, bir daha da göstərirəm. Bax, qarşı atakda oynayın. Gündəlik 5 oyununuzu bitirin. Tək-təkdə gündəlik 5 oyununuzu bitirin. Texnik direktor modunda gündəlik 5 oyununuzu bitirin. Və bunun nəticəsində gəlib görəcəksiniz ki, xalımız orada artacaq. Mən hal-hazırda 4 ildir oynayıram bu oyunu. Qarşı atakda 10 ulduz, tək-təkdə 15 ulduz. Bizi izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Hesabım da baxın belədir. İnşallah yeni videomuzda görüşərik. Özünüzdən müğayət olun.